Ev tapşırığı az, amma məqsədli olmalıdır. Hamımız belə düşünürük, uşaq çox tapşırıq etsə, daha çox öyrənər. Amma son illərin elmi araşdırmaları tam başqa bir şey deyil. Finlandiya təhsil modeli, xüsusilə də Helsinki Universitetində aparılan araşdırmalar göstərir ki, az, amma məqsədli ev tapşırıqları uşağın öyrənməsini daha da çox artırır. Niyə? Çünki öyrənmə tapşırığın sayında yox, düşünmənin dərinliyində gizlidir. Uşaq evdə 30 misal həll edə bilər, amma səhvini niyə etdiyini anlamırsa, o tapşırıq inkişaf yox, sadəcə yorğunluq yaradar. Finlandiyada əsas prinsip budur: öyrənmə dərsdə baş verməlidir. Ev tapşırığı isə mövzunu xatırlamaq, düşünməyə sövq etmək üçündür. Bir riyaziyyat tapşırığı düşünən, bu misalı həll et yox, bu misalda səhv haradadır və niyə? Bax, bu artıq tapşırıq deyil, təfəkkürdür. Bandar Nəşriyyat TV olaraq biz də bu modeli kitablarımızda tətbiq etmişik. Birinci siniflər üçün hazırladığımız 30 min misal kitabında uşaqların təfəkkürünü inkişaf etməsi üçün səhvi aşkar et bölməsini də əlavə etmiş. Elmi olaraq da bu sübut olunur. İbtidai yaşlarda çox tapşırıq nəticəni artırır, bəzən hətta uşağı dərsdən soyudur. Ona görə də gəlin qəbul edək, çox tapşırıq yox, doğru tapşırıq. Uşağın beynini dolduran yox, uşağın beynini açan tapşırıqlar.